Azərbaycan narı indi okeanın o tayına qədər gedib çıxır. Bağlardan yığılan nar 18 ölkəyə satılır. Hazırda nar bağlarında məhsul yığımı davam edir. Proqnozlara görə bu il nar bol olacaq. Bu illəri biz təqribən 10-12%-ə yaxın artım planlaşdırırıq. Bu həm məhsuldarlıqda, həm ixracda. Kifayət qədər böyük bir maraq var Azərbaycan narına. Məhsuldarlıq dediyim kimi, yəqin ki, bir 200 min tona yaxın bir məhsuldarlıq gözlənilir. Ümumiyyətlə, ixrac rəqəmimizin də 2024-cü ixrac miqdarından da artıq olacağını düşünürük, planlaşdırırıq. Mütəxəssislər deyir ki, məhsulun öz yığım zamanı var. Əgər buna əməl olunarsa, dünyaya satdığımız nar üzümüzü ağ edər. Azərbaycanda ilk nar yetişir Axtaçı kəndində və oradan hətta avqust ayının sonlarında Rusiya Federasiyasına müəyyən bir ixracatçılarımız məhsul ixrac edirlər. Bəzi hallarda bu yetişməmiş məhsullarda da baş verir. Biz çox təəssüf edirik və bir neçə çağırışlar etmişik ki, bu barədə çox diqqətli olmaq lazımdır. Azərbaycanın füsunkar nar dadı var və bu narları biz beynəlxalq bazarlarda mütləq qorumalıyıq. Narın ölçüsü, narın dadının zənginliyi, şirinliyi, turşluğu, meyxoşluğu bunlar hamısı müştərilər üçün çox önəm daşıyır. Yeni bazarlar təbii ki, bizim üçün çox önəmlidir. Avropa bazarlarında daha çox marja qazanmaq olar, amma Avropa bazarlarının əsas tələbləri meyvənin sertifikatlaşması ilə bağlıdır. Və bu sertifikatlar tək narın yetişdi və həmən biz dəvət etdik, gəldilər, aldılar məsələsi deyil. Burada həmən sertifikatların tələbləri, onların gübrə və dərmanların da Avropa İttifaqında olan ölkələr tərəfindən istehsal edilməsidir. Emal olunan digər meyvə tərəvəz məhsulları ilə müqayisədə nar şirəsinin ixrac payı daha yüksəkdir. Mütəxəssislər Çin bazarına Azərbaycan narının çıxarılmasını da vacib hesab edirlər. Çin bugün qlobal bazarda böyük bir yerə malikdir. Biz gələcəkdə ümid edirik ki, narçılıqla da, bizim meyvəçiliklə də bağlı bu tipli müvafiq razılaşmalar olacaq və biz də nəhayət nar şirələrindən başqa nar meyvəsinin də Çin bazarlarına ixrac edilməsinə nail ola biləcəyik. Dövlət isə dəstəyini nar bağlarının hər hektarına görə subsidiya şəklində verir. Belə ki, damcı suvarma sistemi ilə təmin olunan 1 hektarda azı 450 tengin əkildiyi bağlara hər hektara 3000 manat əkin subsidiyası verilir.